Salam uşaqlar, necəsiz? OTK-nın axırıncı sınavını müzakirə edəcəyik. Başlayaq. Nə istəyir bizdən? Mərkəzə düzləndirmək. Bu artıq aydın məsələdir ki, kontrol Y-dir. Eni də sentr sözünün E-sindən yadda saxlamaq olar. Sonra bir də egzersiz sualı. Bir xana sola və 4 xana da yuxarı. Baxın, yuxarı deyirsə, yuxarıya doğru təbii ki azalacaq. Demək, sütunda azaldı, sətir də azaldı. İndi baxaq. Dollar işarəsi varsa, qarşısındakı dəyişməyəcək. Baxıram ki, amma sütun dəyişməlidir. Yəni, C olacaq B. A və B variantında elə C olaraqdan qalıbdır. Bu çıxdı. B12, burası düzdür. D13, baxıram ki, D dəyişməyəcək, düzdür. Ancaq sətir 4 vaid azalmalıdır. Bu da olacaq 9, amma burada 13 veribdir. Bu da səhvdir. Sonra qalır D və Y variantları. Baxırıq, eyni gəlir, eyni gəlir, eyni gəlir, eyni deyil. Baxıram ki, ikinci tərəf. Dollar 3 dəyişməzdir, amma sütun azalmalıdır. Bu C3 olmalıdır. Yəni, bu da səhv olduğu üçün cavab qalacaq Y variantı. Sonra 63. Yəni, yanlış fikri soruşur bizdən. Failin adı 255 simvoldan az ola bilməz, yanlışdır, çox ola bilməz. Elə A variantıdır. Diğer variantlarda rəqəmlə yox, doğru, A variantıdır. Raster qrafik təsvirin çevrilməsi. Maraqlı sual. Baxaq. RGB-dən, yəni 24 bitdən. RGB yaddaşda nə qədər yer tuturdu? 3 byte, yəni 24 bit. Monoxroma düşübdür. 24 bit idi, indi oldu 1 bit. En boy piksellərin sayı 12 dəfə artırılıbdır. Yəni, əvvəl x imiş, indi olub 12x. Və uzunluq piksellər də, daha doğrusu hündürlük piksellər də 4 dəfə azalıbdır. Kəsrlə işləməyək deyə yazaq bura 4y, aşağı y. Nə qədər dəyişibdir? Aydın məsələdir ki, bu azalıbdır da. Amma nə qədər azalıbdır? Bölək. 24, 12... 2 vurdur, bu da eləyəcək 8. 8 dəfə azalır. Daha sonra not. Not bütün mötərizəyə mi aiddir, yoxsa tək bura qədər aiddir. Tək bura qədər aiddir. Demək, ənd olanda ortaqları götürürdük. Orsa təkrarlamamaq şərti ilə birləşdirirdi. Deməli, gəlin yazaq bunları. Fiskası deməli, fiskası 45-dən çox olanlar 1-dir, 3-dür, 4-dür. 1, 3, 4. Bu olacaq ənd. Kimyası 60-dan az olanlar, yəni 1, 2 və 4. 1, 2 və 4. Bura eləyəcək ənd dedik ortaqdır, yəni 1 və 4-ü götürəcəyik. Not olduğu üçün 1 və 4-dən başqa bütün nömrələr, yəni 2, 3, 5 və 6. Bu hissənin cavabı oldu belə. İndi gəl baxaq cəbrə. Cəbrə 63-dən böyük bərabər, cəbrə 63-dən böyük. Deməli, baxaq hansı nömrələrdir? 3, 4, 6. Biologiyası da 65-dən böyük olanlar 1-dir. 3-dür, 1 əlavə edirəm. 3-dür, 3 zaten var. 4-dür, bir də, 4-dür, 4 də burada var deyə yazmıram artıq. Demək, bu hissə oldu cavabı bu. Bu soldakının cavabı olur bu. Və bizdə ortadakı nədir? Ənd. Ənd nə edirdi bizdə? Ortaqlar. Yəni, 3-ü və 6-nı götürəcəyik. 3 və 6 götürüləcəksə, bizdən də bunun sayını soruşur. 2 dənədir. 66. Baxaq. Məsələn, spesifik buradan nə bilirik? Tək-tək indi müzakirə edəcək. Realyasiya deyilsə, cədvəldən danışılacaq. Baxıram ki, elə cədvəl 2-də B yazmaq olar. Variant çıxsaq.
A-nı çıxaram. Yəni 2-də B olmalıdırsa, 2-nin B olmayan variantlarını çıxaq. Bu çıxır, bu çıxır. Sonra verilənlərin nizamlı ağac şəklində təsvirinə əsaslanır. Təbii ki, bu iyerarxiyadır. Baxaq, tək-tək getmək, uzunçuluq olmaz deyə spesifik imenli yadda qalan spesifik olan xüsusiyyətlərinə baxaq. Məsələn, hər bir element istənilən başqa element ilə əlaqəli ola bilər. Aha, bu bilirik ki, şəbəkədir də. Yəni 3-ə də D variantı olmalıdır. 3-də D olan, bax bunu çıxıram, D yoxdur. Çıxdı da variant, B variantı. Sonra, onluq sayı sistemində verilmiş, natural ədəddir, ikilik sayı sistemində təsvir. 16 2 üstündə 4-dür. 2 üstü 4-dür, bu da n plus 3-dür. Bu olacaq 2 üstündə 4n üstə gələk 12. 4n üstə gəl 12 qədər nəyi var bunun? Bizə nəyə soruşur? İkili sayı sistemi neçə rəqəmli olar? Aha, sıfırı var. Rəqəm sayı deyil, üstünə 1 gəlirik də. 4n plus 13. Yəni cavab C. Yəni, baxın, necə ki 2 üstü 8 deyəndə 8 dənə sıfırı, 1 dənə 1-i varsa, yəni ümumi 9 rəqəmlidir. Burada da eyni məntiqdir. Baxaq, Excel sualı. Deməli, bu A2-nin qiyməti bizdə nədir? Bunu biraz geniş yazım, bir dənə gözləyək. Aha. Deməli, A2-yə baxıram. B1 çıx A1, 6 çıx, bu 9-dur. 9 olsa mənfi olacaq. Məncə 3 yazmaq istəyiblər. Testin özü yanımda deyil deyə bilmirəm. 3 ilə işləyəcəm. Cavab çıxmasa baxarıq o suala yenidən. 6-dan 3 çıxsaq, bu elədi 3. 3 vur 4, 12. A2 oldu 12. Sonra B2-ni hesablayırıq. Yəni bu hissə. A1 ilə B1-in cəmi 6 plus 3, bura bir dənə 3 yazım, 6 plus 3, 9, S1-ə də bir dənə x yazaq, ya da elə S1 kimi də yaza bilərsiniz. Bu da olsun 9x. Daha sonra S2-ni hesablayıram. S2 bərabərdir A1 ilə C1-in cəmi, yəni A1 bizdə 3, 3 plus x vurulsun B1, yəni 6. Bu da elədi 18, 3 dəfə 6, 18 üstə gələk 6x. İndi baxın, 50% saat əqrəbi ilə də gedə bilərsiniz. Belə də düşünə bilərsiniz ki, 20%, 30%, 50% bərabərdir. Yəni, bu sağ tərəfi, sol tərəfinə. Baxsaq ki, bu 9x ilə 12 bir-birinə bərabər ola bilməz. Hələ biz düşünə bilərik ki, bu 18 plus 6x 18 plus deməli 6x bərabərdir 9x üstə gələk 12. Həmçinin belə də düşünə bilərsiniz ki, deməli saat əqrəbi ilə getsəniz, yəni bura olacaq A2, B2 və C2. A2 bizdə 12-dir, B2 bizdə 9x-dir, C2 bizdə 18 plus 6x-dir. 18 üstə gəl 6x. Yəni, dedik axı, bu tərəfin cəmi buna bərabərdir. İndi buradan da tapsaq, 3x bərabərdir 6, x də bərabərdir 2. 2 var, Uşaqlar, mən bunu 3-dən hesabladım. Yolu belədir. Əgər buradakı rəqəm bir başqadırsa, eyni yolu tətbiq eləməklə həll eləyə bilərsiniz. Keçdik. Bu suala baxaq. En təpəsinə gedəcək. Bizdən el şəhərindən keçməməklə. Baxın, normalda əlinizi öyrəşdirin ki, keçmək, keçməmək
uyğun deyilmi, fərqli variantda olan arasını ayırt edilir. Çünki çox vaxt səhvlər mexaniki səhv olur və tələskənlikdən qarşısını almaq üçün də diqqətli oxumaq lazımdır. Deyir, el şəhərindən keçməsin. Yəni, bunu girişlərinə, sıfırları yazırıq, həmçinin çıxışlarında da. Eldən başqa var, yoxdur. Sonra başlayırıq nömrələməyə bildiyimiz kimi. Bir təpə çıxır, bir təpə çıxır, bir təpə çıxır. Sonra, bir təpə çıxır. C-yə bir giriş var. Bu da olacaq 1, 1, 1. B-yə bir giriş var. Bu oldu 3. Bura 3, bura 3. Y-yə də bir girişdir. Baxıram C-yə 3, 4, 5. 4, 5. Onda C bizdən. Yox. Buradan var. Deməli, buradan da 3'dür. Bu da 3'dür. 3, 6, 7, 8. Demək, bu 8-dən çıxacaq. Bu da 8-dən çıxacaq. Bu da elədir. İndi baxırıq. Bizə ən son nə lazımdır? N. N'in girişləri də 8, 8 və 3'dür. 16, 3, 19. A variantı. Yorumlarda xəttimə lağ eləməsiniz deyə düşünürəm. Uyğunluğu müəyyən eləyin. Funksional B. Xidməti klavişlər. Deməli, C və D təbii ki, kontrolla shift. Kursorun idarə olunması A və Y. B, C, D, A, Y. Aha, A variantı. Doğru yazıb, kim yazıbsa. Tətbiqi proqramlara aid olmayanı seçin. Təbii ki, Linux'dur da. Sonra elektron cədvəlin diapazonundakı sətirlərin sayı. Sətrin sayı burada demək 6 çıx. Sətrin sayı necə hesablayırdıq? Üstünə də 1 gəlirdik. Bu da elədi 4. Xananın sayında da sətri vururduq üstünə. Yəni 4 çıx 2. 2 üstə gəl 1. 3 dənə sətri var. C, D, Y, F, C. 5 dənə də nəyi var bunun? Sütunu. Yəni 3'ü vurmalıyam 5'ə. 15 dənə xanası var. Bizdən də nə istəyir? Bunların cəmi. 15 dənə də 4'ün cəmi 19. Megabaytla ifadə elə. Okay. 224'dürsə bitdən megabayta 2 üstündə 23'ə bölərik. Kiçikdən böyüyə gedirik. Burada qaldı 2 üstə gələk. 2048 kilobaytdırsa 1024'ə bölərik ki megabayta keçsində. Yəni kilobaytdan megabayta dedik bölürük. Nə qədərdir? 2 üstə 10 qədər. Bu da olur 2. Çıxılsın 2 üstü 20'dən də bunu da 2 üstü 20'yə bölürük. Çünki baytdan megabayta keçəndə 2 üstü 20 qədər fərqlənir. Bu da elədi 3. Növlər. Ay, bu suallar. Şagirdlərin həqiqətən çətin suallar işləyirlər, amma informasiyanın növü və xassələri. Bunu görəndə, bilmirəm, nəsə bir güncəlləmələri durur sanki. Baxın, elmi yoxdur. Baxın, mətindən takdirlər hansı ara keçirdi? Fərqli şeylərdir. Ədədi takdir eyni məntiqdir. Yəni, düşünə bilərsən, mətin ədədi varsa, bu doğrudursa, bu niyə doğru olmasın? Qrafik, səs, video, yox. Bizdə hansıdır? Səs, görmə, vizual, yəni takdir, dad və qox. Y variantı. Hansı faillərin öz həcmləri ilə diskdə tutduqları həcmlər eynidir? Yəni 4'ə tam bölünən ədədlər olsun da. Burada da baxırıq ki, 1 deyil. Yo. 8 bölünür axı bu. 108 4'ə böləndə eləyəcək 27. Yəni 1'i götürürük. Məqsəd nədir? 4'ə tam bölünən ədəd olsun. Yəni böləndə qalıq qalmasın. 1'i götürəcəyik. 24 4'ə tam bölünür. 2'ni götürəcəyik. 1, 2. Və 532 aldı bunu götürürük. Şöyle bir variant var idi. Burada nədir? Yazaq bunu da.
D7 xanasında bu düstur yazılıbdır. Yəni D1 üstəgəl sam nəyini cəmləyir? D2 üstəgələk D3, D4 və D5. Bunların cəmi 35-ə bərabərdir. Və həmçinin bu D7 xanasının içində olan cəmdir də. Onda belə çıxır ki, D7-nin özü də elə 35-ə bərabərdir. Bu məntiqi burada tutduq. Sonra D6 xanasının qiyməti D6 xanasının qiyməti bizdə 17-dir. Tamam, 17 yazıram. Və bizdən soruşur bunun cəmi. D1 ilə D7-nin cəmi D1-dən D5-ə qədər, bax, bu D1-dən D5-ə qədər 35-dir də, cəm birlik yuxarıdakı bax bu. D6, hə, üstə gəl D6, üstə gəl D7 də. D6 bizdə 17, D7 də bizdə 35-dir. Yəni 35, 35, 70, 87. Məncə bu rahat idi. Çətin deyildi bu da. Amma 10-cu sinifdir də. Ona görə bəlkə də asandır. Sonra baxırıq bura. Nə deyir? Müsabiqəsində Chopin'in əsəri. Aha, Chopin. Baxaq, Chopin hardadır? Lombardi, Muradov, bu Azərbaycanlıdırsa, kimdirsə. Sonra Bacon, Moretti, Ritter. Nəysə. İndi baxaq, Lombardi haradır? İtaliya. Bir dənə İtaliyamız var. Bir dənə İtaliyamız. Bir qısa İtaliyamız var. Lombardi getdi. Sonra Muradov, bir dənə Azərbaycan var. Aha, bir dənə Azərbaycan var. Bacon. Bacon, Abuş. Bir dənə Abuşdur. Sonra Bacon'u yazdıq. Moretti, bu da İtaliya olacaq. Adı elə bir Moretti hanım. Hə, baxın, bax, çaşdırıcı meydan buradadır. Bir də bizə fərqli ölkəni deyir də. Eyni ölkəni götürürəm ki, bir dənə yazmışam zaten. İtaliyamız var. Bu olmadı. Bir də Ritter. Ritterdə o da Abuşdur. Onu da təkrarlamağa ehtiyac yoxdur. Yəni ümumilikdə 3 dənə fərqli nə oldu? Ölkə oldu. A variantı. Deməli, bu suallar. Cədvəllə həll eləyəcəyik. Bir dənə baxaq görək, bəlkə rahatdır. Heç cədvələ ehtiyac qalmadı. Ay, amma yox, 8 dənədir deyil, hə. Hər fakültədə 2 nəfər təhsil alır. Aha. Bahar beynəlxalq münasibətlərdə oxuyur. Cəmilə və Elnur eyni fakültədədir. Akif və Habil fərqli fakültədədir. Marketing ixtisasında oxuyanlar oğlan deyil. Aha. Bizdən nəyi soruşur? Doğru fikri soruşur da. Marketing ixtisasında oxuyanlar oğlan deyil. Yazaq da onu bunda. Uşaqlar, nə deyir bizdə? Marketing ixtisasında oxuyanlar oğlan deyil. Oğlan əgər bu marketingdə deyilsə,
Burada Akif mütləq şəkildə marketinqdən deyil də. Amma Günayın marketinqlə olması ilə bağlı dəqiq bir məlumat yoxdur zaten. Buradan çıxarmaq olmur. Elə onda çıxır da bunlar fərqli fakültədədir. Akif zaten marketinqdə deyil. Elə bunun C variantıdır. Aha, çıxdı bu. Sonra burada nədir? S4 xanasında düstur yazılıbdır. Bu düstur xanasında. Yəni sıfıra düşməməlidir də. Nə sütun, A-dan əvvəl bir şey olmur axı. Və yaxud sətir birdən aşağı düşməməlidir. Sıfıra düşməməlidir. İndi buna uyğun baxsaq necə olacaq? 1-də C2-dir. C4-dən C2-yə 2 dənə sətir dəyişir. Amma fikir ver, bu B2-də 2-ni azaltsaq sıfıra düşür axı. Ona görə 1 olmayacaq. C4-dən C3-ə. C4-dən C3-ə. Bu uyğun gəlir. Çünki bir dənə sətir dəyişibdir. 1-ə düşə bilər. 2 götürüləcək. Yəni biz D-ni çıxacağıq, C-ni çıxacağıq. 3-ə baxırıq. 3-ə baxıram. B3. Yəni C4-dən B3-ə sətir 1 vahid gedəcək, sütun da 1 vahid azalacaq. Amma fikir ver, burada A-dır. A-nı 1 vahid azalacaq, hara gedəcək? Ona görə 3 də səhvdir. 2, 3 də səhv olduğuna görə mən qaldı Y variantı. Digərlərində də ki, yoxlasanız, görəcəksiniz ki, uyğun gəlir. Yəni, əsas məsələ, məqsəd nədir? Sıfıra düşməsin. Daha sonra 80-də nə deyir? 1, 2 və 3 ardıcıl yazılıbdır. Ardıcıl yazılıb, yazaq. Elə qıraqdan yazıram. Birinci, ikinci və üçüncü. Birinci abzas seçilir, yəni Ctrl A və Ctrl C. Yəni sadəcə kopyalandı. Gəlir üçüncü abzasın əvvəlinə. Bir dənə Ctrl V eləyir. Yapışdırdı bu biri. Daha sonra yenidən biri yapışdırır bura. Sonra keçidir ikinci abzasa Ctrl X. Ctrl X kəsir. Bunu kəsdim. Nə qaldı? 1, 1, 1, 3. Düz getdik də. 1, 1, 1, 3. Aha, bu da belə də rahat idi. Burada nə var? Bu qəşəng maraqlıdır. Düzdür, bu çətin deyil, amma maraqlıdır. Demək, 300 ilə 800 arasından gedir də söhbət. Yəni, aydın məsələdir ki, 3 rəqəmlidən söhbət gedəcək. Və rəqəmləri təkrarlanmamalıdır. Bir dənə fikir verin, 3 ilə başlayan düzəldə bilərik. Ancaq 8 ilə başlayan düzəldə bilmərik. Çünki 0 yoxdur burada. 0 olsaydı bu aralığı onda qatardıq. Yəni, birinci 3 əgər yazılsa, neçə fərqli rəqəm var? 1, 2, 3, 4, 5, 6, 7 dənədir. 7 dənə rəqəmin biri burada yazıldı. Nə qədər qaldı? 6 dənə qaldı da, elə deyil. 6 dənə sayı 1 burada qalıb. İndi bu 6-dan da hər hansısa birini burada yazmışıqsa, qalacaq 5 dənə. Neçə variantı alınacaq? 5, 6, 30. Bu 30 variantı həmçinin 3-dür. 4-ə görə də hazırlamalıyıq. 5-ə görə də hazırlamalıyıq. 6-ya və 7-yə görə. 1, 2, 3, 4 və 5. Bu da elədir 30 vur 5 yoxsa 4. 3-ə görə, 4-ə görə, 5-ə görə, 6-ya görə, 7-yə görə 5 dənə. 30 vur 5 bu da elədir 150 variant. Aynı olur. Sadəcə bu azalmalara diqqət eləmək lazımdır. Sonra burada 82-də
Baxacı 2 ilə başlamalıdır da, A-nı D-ni çıxıram. Və bitməlidir 1 ilə. Aha, bu da belə. Baxaq B variantına. 2C, 2-dən sonra 5 yazıbdır. Mövzular ola bilər. 5-dən sonra 3 olmaz axı. Bu aralı pozulur. Yəni bizdə aralı bu əyri xəttlərlə ayrılmalıdır da. 2-dən sonra 3 yazıbdır. İnformatika, aha 3 olar. Sonra 4 yazıbdır. 2 dənə xətt yan-bayan düşə bilməz axı. Ona görə bu da səhvdir, qaldı C variantı. 83. Unicode-da yığılmış 3 səhifə var. Aha, 4200 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 4 dəfə azdır. Aha. Birinci x-dir, diğer 4x-dir və 16x-dir. Bunu bildik. Unicode-da hazırlanıbdır və 4200 bayt. Yəni 2 bayt vurulsun ümumi bu səhifə bərabərdir 4200 bayt. X-a nə qədər qaldı? 2100. Baxın, bu ümumi nə qədər elədi? Ümumi bu deməli simvolları. Daha doğrusu həcmləri deyil. Hər səhifədəki informasiyanın həcmləri. Aha. Bunlar elədir 21x. O zaman 21x ümumisi bərabərdir 2100-ə. X də bərabərdir 100. Bizdən də nəyi soruşur? İkinci səhifədə neçə simvol olduğunu. X-i 100 tapmışıqsa, bu da eləyəcək 400. 100-ü 4-ə vuracaq. Bu da belə. Burada nə istəyir? Yenə Excel sualıdır. Birinci vurmanı həll eləyəcəyik. A2-ni B2-yə vuraq. A2, 7 vur 8. A2 vur B2. Aha. 7 vur 8, 56 plus 4, 60. Bura elədi 60. A3 böl B3. A3 16, B3 4. Bu elədi 4. Üstünə də A2-ni gəlsəm 11. Bizdən də nə istəyir? Buranı. Bu ikisinin də cəmi 60 ilə də 11-in cəmi 71. Sonra 85. Kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxumaq üçün maqnetik skanerlərdən istifadə olunur. Doğrudur. Ekranın üfüqi şaquli istiqamətdə nöqtə sayı monitorun ekran çözümlülüyü yox, ekran ölçüsü yox, səhvdir. Matrisli printerlərdə iynələr dəsti görüntü rəngləyici LED vasitəsilə kağıza vurulur. Doğrudur. Yox, 1 saniyədədir. Bu da səhvdir. Enter home xidməti home ent nə əlaqə bu yox. Funksional klavişlərin funksiyası proqramına yaxud iş rejiminə asılı olaraq dəyişə bilər. Doğrudur. Demək nə oldu? 1, 3, 6. Səksən altıda. Deməli, burada nə istəyir bizdən? Ümumi 700-dür. Belə fayllar var. Yazıldıqdan sonra diskə neçə kilobayt, megabayt boş yer qalar. Yəni, ən sonda 700-dən çıxacam. Burada nə almışamsa. Baxaq, 1022-dən gedirsə söhbət. Burada ümumi şəkildə hesablaya bilməzsiniz. Birinci bunu bilməliyik. Yəni, 2-ni 1022-yə vurmayacaq. 1022-də görək nə qədər bu klaster ölçüsü olacaq. Yəni, 1022-ni 4-ə bölürük. Təqribi içində nə qədər olacaq? 1024-də əsasən, yəni. 1024 vurulsun 2 və bizdən nə ilə istəyir bunu? Megabaytla. Bir dənə də 1024-də bölürük. Üstə gələk. 2045-dirsə, yuvarlaşdırsaq, bu eləyəcək 2048. 5 dənədir, həmçinin 1024-də böləcəyik. Və 14 dənə 510-dur. Yəni 510-u yuvarlaşdırsaq 512. Nəyə yuvarlaşdırdıq? Yəni 4-ə bölünən ən yaxın ədədə.
512 vur 14. Bu da kilobaytdır. Böləcəm 1024-ə. Burada qaldı, ixtisar getdi, qaldı 2. Burada 2 vur 5 10. Burada 7 qalır da. Hə? 2, 7. 10, 17, 19. 700-dən də çıxıram 19-u, qalacaq 600, 80, 90, 81. Aydın olur. Yəni, məqsəd nədir? Buna bölünən ən deməli, yaxın ədəd. Yəni, 1022-ni 4-ə böləndə təqribi nə qədər qalacaq? 1022-ni 4-ə bölsək, təqribi nə qədər qalacaq? Aha. Yəni 255 tam nə qədərsə qalacaq da biz bunu zaten yuvarlaşdırıb 256 götürəcəyik. Bu 256-nı da buna vuranda 1024 eləyəcək. 208, 202. 1024 eləyəcək. O məntiqlə gedirik. 1024 də diskdə tutulan yerdə. 256 klasteri sayıdır. Tamam. Növbətiyə baxaq. 4 dənə sualımız qalıbdır. Yekunlaşdıraq. Mən biraz tez-tez keçirəm üstlərindən. Hansı sual qaranlıq qalsa, rəylərdə yaza bilərsiniz. Deməli, bu rahatdır da. 195 onluqdadırsa 16-lıq versiyasını tapıb yazırıq. 57 onluqdadırsa 2-lik versiyasını tapırıq. Bu da, daha doğrusu bu nədir? Bunları da onluğa keçirdik, bərabərləşdirdik. Gəl birincini baxaq. 195-i deməli 195 16-lıq sayı sisteminə keçirsək 19-un içində 16 bir dəfə 3, 35-in içində 2 dəfə 32 qaldı 3. Bizə lazımdır 3 hissəsi. Yəni bu olacaq C3. 1-ə aiddir Y. Burada yazıram. 1-ə aiddir Y. 2. 57-ni 2-lik sayı sisteminə keçirtməliyəm. Və burada hesablayayım. 57-ni 2-yə bölə-bölə gedəcəkdir. Deməli, bu 28 qalıqda 1. 28-i 2-yə böldük 14 qalıqda deməli 0. 14-ü 2-yə böldük. Bizdə üçüncünü soruşurdu. 14-ü 2-yə böldük 7 qalıqda 0. D variantı gələcəkdir. 87-nin ikincisinə. Okey. Axıra qədər götürəndə zaten axırdan əvvələ doğru düzməyəcəyik bunları. 2-də də oldu D. Bu necədir? Üstün nömrələyəcəksiniz də 0, 1, 0, 1. Yəni x üstə gələk 3 bərabərdir 6 vur 8 48 üstə gələk də 6 dəfə 8 48 üstə gələk x elədi hə düz yazıram. Bir dəqiqə. Yebil oldu ki sıfır bir x vur 10 üstündə 1 10x diye bu uşaqlar. Bir dəqiqə. Bu x vur 10 üstü 1 değil. Yani 10x'dir. Üstə gələk 3 bərabərdir 48 üstə gələk x vur 8 üstü 0 8 üstü 0 bizdə 1'dir. Yəni x-in özü. Bu da nədir? 9x bərabərdir 45 x də bərabərdir 5.
3'ə də B. Sonra bu nədir? 88. Deməli, hər biri 3 kilobayt, 3 kilobayt. Həcmə malik 5 ədəd səs faili. Yenə birini tapıram. 3-ü 4-ə bölürsünüz. 0 nə qədərsə 1 götürürəm. 1-i 4-ə vururam. 4, 4-ü 5-ə vururam. 20. 5 dənəsinin həcmi bu qədərdir. Üstə gələk. 5 kilobayt həcmə malik. 5 desə 5-i 4-ə bölən 1. 1 tam nə qədərsə 2 kimi götürülür. 2-ni də 4 dənə dediyinə görə 4-ə vururuq 8. Aha. 2-ni də 4-ə vururam 8. Daha doğrusu 8 baxın 5 kilobaytdır. 5-i 4-ə bölürük. Bu elədir 1 tam nə qədərsə, yəni 1, 2. 2-ni 4-ə vururuq 8 kilobayt diskdə yer tutur. Bu 8-i də 4 dənə daxı. Ona görə 4-ə vururuq 32 kilobayt. Bu da elədir 52 kilobayt. Uşaqlar, burada 88-də də 86-da da bir də var idi deyəsən, yoxsa ümumi düstur nədir? Faylın həcmi bölünsün, klasterin həcmi bərabər klasteri sayı. O düsturda yerinə qoyub həll edirik. Sonra bu 132 səhifədir. 1, 2, 3, 4 dənə səhifəsində qrafik təsvir var. 4 dənə səhifə vurulsun. 2 üstü 16, yəni 2 üstü 8, 8, 16 piksel və 64 rəng çalarılıb. Yəni 6 bit. İstifadə olunaraq hazırlanıbdır. Qalan hər bizdən nə istəyir? Kilobayt. Kilobayt deyilsə, bunu da bir dəfə bölək 2 üstü 13-ə. Bu da elədir 2 üstü 3, 8, bir dəqiqə. 2 üstü 13-ə böldürəm bunu. Burada qaldı 2 üstü 3, yəni 8. 6 dəfə 8, 48, vurulsun 4. 48 vurulsun 4. Bu da elədir 4 dəfə 8, 32. 3 yadda. 192 kilobayt. Yəni, burada aydın məsələdir. Mətndən şəkli cəmləməliyik. Və nəticəndə kilobaytla istəyir. Şəkli həcmi 192 kilobayt elədim. Bir dəfəlik kilobayta çevirdim, yəni ümumiləşdirmədən. Keçirəm digərlərini. 4 dənə səhifəsi bizdə şəkildirsə, 132 çıx 4, 128 səhifədə mətnə aid olacaq. Mətndə də 64 dənə sətir, 64 dənə də simvol var. Yəni 2 üstü 12, 2 üstü 6 vur, 2 üstü 6. Və ASCII-də kodlaşır, yəni 1 baytda. Ümumi həcmi soruşur. Bununla bölürük kilobayt deyilsə, 2 üstü 10-a böləcəm. 2 üstü 10, burada qaldı 2 üstü 2, yəni 4 vur 128. 128, yəni 2 üstü 7 vur 2 üstü 2, 2 üstü 9. 512, hə? 512 kilobaytla da 512 kilobaytla 192-ni cəmləyirəm. O neçə eləyəcək? Deməli, 512 üstə gələk 192. 2, 2, 4, 9, 1, 10, 604. 604. Yox, axı bir yaddadır, 704. Hə? 704 kilobayt. Aydın oldu. Nəhayət, yekun. İfadənin deyil, ikili sayı sistemində yazılışında sıfırların sayını müəyyən edin. Yerləşməyəcək buraya yəqin ki. Amma yerləşə bilər. Burada yazaq. Deməli, 256-nı 260-ı 256 üstə gəl 4 kimi yaza bilərəm. Elə deyil, yazaram da. 2 üstü 8. Mənim məqsədim odur ki, 2-nin qüvvətləri şəklində yazım. Yəni, daha doğrusu burada məqsəd olmalıdır ki, 2-nin qüvvəti şəklində yazaq. Və ona əsasən rəqəm sayı, birlərin sayı və sıfırların sayını müəyyənləşdirək. Ancaq 260 bizdə 2-nin qüvvəti olmadığı üçün və yaxud 252 2-nin tam qüvvəti olmadığı üçün biz bunu cəm şəklində və yaxud fərq şəklində yaza bilərik.
Baxaq, indi 2 üstü 8, 256 üstə gəlinsin. 2 üstündə 2. Bu 260 verdi bizə. Vurulsun. 252-də 256 çıx 4-dür də. 2 üstü 2-dir. Elə deyil. Üstə gəl, 17-ni də 16 üstə gəl 1 kimi yaza bilərəm. 2 üstü 4, 16. 1-i də 2 üstü 0 kimi. Üzərini də 2 üstü 3 gəlirəm. Bu A kvadrat çıx B kvadrata düsturuna görə açaq. Burada qalacaq 2 üstündə 16 çıx 2 üstündə 4. Düz yazsam da. Üstə gəl 2 üstündə 4, üstə gəl 2 üstündə 0, 2 üstü 0, üstə gələ 2 üstündə 3. Bərabərdir. Bunlar ixtisar olunacaq. 2 üstündə 16, üstə gəl 2 üstü 0, üstə gəl 2 üstü 3 alındı. Bizdən sıfırların sayını istəyir. Neçə rəqəmlidir? 17 rəqəmlidir. Hə? 17 rəqəmlidir. Neçə dənə 1 var? 2, 3 dənə. Bu da elədir 14. Məncə bura qədər biraz tez tələsik izah elədim. Güman edirəm ki, qaranlıq bir yer qalmasın. Əgər ki, qalsa da rəydə yaza bilərsiniz və yaxud qeyd olunan nömrəyə yaza bilərsiniz. Tamam, yaxşı oldu, sağ olun.